Tədris ili başa çatdı. Uşaqlar dərs çantalarını bir kənara qoyub yay tətilinə qədəm basıblar. 3 ay davam edəcək bu fasilə onların həm dincəlməsi, həm də inkişaf etməsi üçün əvəz olunmaz bir fürsətdir. Bugün bir çox valideyni düşündürən əsas suallar isə bunlardır. Övladları yay tətilini harada və necə keçirsin? Bu müddətdə uşaqlar nə etməlidir? Günləri necə təşkil olunmalıdır? Bir zamanlar yay tətilləri nənə-baba yurduna, kənd və təbiətin qoynuna aparardı uşaqları. Orada həm dincəlir, həm də yaşayaraq öyrənərdilər. İndi isə kənd evləri boşalıb. Böyük ailələr isə barmaqla sayılacaq qədərdir. Beton divarlarla əhatələnmiş şəhər həyatı isə uşaqlarda tənhalıq və təcrid hissi yaradır. Əlbəttə məktəbli yay düşərgələri bu boşluğu doldura bilərdi. Lakin təəssüf ki, bu düşərgələrin sayı az, qiymətləri isə bir çox ailə üçün əlçatmazdı. Övladını düşərgəyə göndərə bilməyən valideynlərin əsas şikayəti də elə yüksək qiymətlərdir. Mənim maaşım ona imkan vermir ki, mən onu məsələn qoyum düşərgəyə. Yəni vaxtın yaxşı keçirsin, çox təəssüflər olsun. Bahadır. Yəni göndərə bilmirik. Təxmini qiymət nə deyiblər? Təxmini qiymət, məsələn, bu yaxınlarda soruşdum, saat 6-ya can deyir, saxlayırlar, yəni qidalanma falan, hovuz da var içində. Günü 100 manat belə. Lagerlər olmalıdır, xüsusi ələncə istirahət düşərgələri olmalıdır ki, uşaqlar asudə vaxtlarını keçirsinlər orada. Hamı uşağı kimi keçirir də. Hələ havalar isinmir, havalar da isinsin, yəqin dənizə edər. Birazdan da yəqin müəllim yanınıza da qoyarıq, bir də təkrarlayır üstündən. Bir çox şey eləməyə bilərik, yəni gücümüz çatmaz onu xarici ölkəyə aparaq və yaxud da ki, ən yaxşı turları harasa gəzməyə götürək, amma yenə də həyatda belə uşaq düşüb yoldaşlarla oynayırsa, məncə sevinirlər. Bu ara gedib kənddə qalmaq lazımdır. Həmin müddətdə də elə nəvə nəticələrini də götürüb də mehriban bir ailə olaraq kəndə üz tuturlar və kəndin üzünü də güldürürlər, öz üzləri də gülür. Məncə hər ikisi olmalıdır. Həm nənə-baba yanında, həm də düşərgələr olsa, yay düşərgələrində uşaqlar üçün çox maraqlı olur. Həm öz həmyaşıdlarıyla bir yerdə vaxt keçirdirlər, yeni dostlar tapırlar, fərqli oyunlar keçirilir mən bildiyimə görə. Həm də nənə-baba ilə bir yerdə olmaq, o da uşaqlıq xatirələri kimi yadda qalır həmişə. Uşaq düşərgələri yalnız sosial statusu yüksək olan ailələr üçün deyil, hər bir uşaq üçün əlçatan olmalıdır. Digər tərəfdən bəzi valideynlər tətildən istifadə edərək övladlarını erkən hazırlıqlara cəlb edir, onları yenidən dərs rejiminə salmağa çalışırlar. Bu isə bəzən uşaqlarda öyrənməyə qarşı istəksizlik və hətta psixoloji narahatlıq yaradır. Yay tətili uşaqlar üçün həm əyləncə, həm də tərbiyə dövrüdür. Təbiətlə təmas, idman, sənət və qrup fəaliyyətləri onların həm yaddaşlarında unudulmaz xatirələr buraxır, həm də şəxsiyyətlərinin formalaşmasına töhfə verir. Bəs yay tətilini daha necə yadda qalan və faydalı etmək olar? Valideynlərin yay tətilində uşaqları dərs hazırlığına yönəltməsi nə dərəcədə doğrudur? Uşaqların texnologiyadan asılı olmaması üçün hansı alternativlər mövcuddur? Bugün sabahı saxlamadan bu və digər suallara aydınlıq gətirməyə çalışacağıq.